Çərpələng uçuran Xalit Hüseyni 10-cu fəsil 1981-ci ilin martı. Gənc qadın qarşımızda əyləşdi. Zeytun rəngli paltar giymiş, gecənin soyuğundan qorunmaq üçün qara şalı ilə başını bərk-bərk sarmışdı. Yük başını hər dəfə oyuğa düşəndə ya silkələnəndə qadın dua oxumağa başlayır, maşının hər yeni titrəyişi ilə Bismillah daha ucadan eşidilməyə başlayırdı. Onun gen şalvar və mavi səma rəngində əmmamə giymiş əri daha möhkəm görünürdü. Amma o da bir əli ilə körpəni saxlayır, o bir əli ilə isə əsəbi şəkildə təsbihi çevirirdi. Onun da dodaqları səssizcə dua zikr edirdi. Başqaları da vardı. Baba və mən qarışıq 12 nəfər idik. Çamadanlarımız ayaqlarımızın arasında Rusların köhnə yük maşınının brezentlə örtülmüş yük yerində bu özgə adamlarla sıxışıq oturmuşduq. Kabildən çıxanda gecə saat 2-ni təzə keçmişdi. O vaxtdan bəri ürəyim bulanırdı. Baba heç vaxt üzümə vurmasa da maşının məni tutmasına xəstəlik kimi deyil, başqa zəifliklərindən biri kimi baxırdı. Onu ürək bulanmam çox güclənəndə mən zarıyarkən babanın üzündəki xəcalət ifadəsindən də bilmək olurdu. Təsbih fırladan kişi, duacı qadının əri, məndən ürəyimin bulanıb-bulanmadığını soruşanda dedim ki, qusa bilərəm. Baba utandığından üzünü çevirdi. Kişi isə brezent örtüyünün küncünü qaldırıb, sürücünün pəncərəsinə doğru əyildi və saxlamağı xahiş etdi. Amma bizim qırğıya oxşayan, arıq, qaraşın, nazik bığlı sürücü Kərim başını buladı. Kabilə çox yaxınlıq qışqırdı. Deyin biraz möhkəm olsun. Baba dodağının altında deyindi. Ondan üzr istəyəcəkdim ki, birdən ağzımdan selik ifraz olundu və boğazımın arxasında qusuntu dadını hiss elədim. Çevrilib brezenti qaldırdım və yol gedən maşından sallanıb qustum. Arxada baba o bir sərnişinlərdən üzr istəyirdi. Sanki maşın tutması cinayət idi. Sanki adamın 18 yaşında ürəyi bulanmamalı idi. Kərim maşını saxlamağa razılaşana qədər mən 2 dəfə də qustum. Yazıq yeganə qazanc mənbəyinin qusuntu iyi verəcəyindən qorxduğundan maşını əylədi. Kərim insan qaçaqçısı idi. O vaxtlar şurəvilərin işğal etdiyi Kabildən nisbətən sakitliyi olan Pakistana insan keçirmək yaxşı qazanc gətirirdi. O bizi Kabildən 170 kilometr cənub-qərbdə olan Cəlalabada qədər aparacaqdı. Orada isə başqa qaçqınlarla birgə bizi gözləyən qardaşı Tur, hamımızı daha böyük maşınla Xeybər keçid məntəqəsindən keçirib Peşəvərə götürəcəkdi. Kərim maşını saxlayanda biz Mahibər şəlaləsindən bir neçə kilometr aralıda idik. Mahibər uçan balıq demək idi. Yüksək zirvənin uçurum kənarından düşən şəlalə Almanların 1967-ci ildə Əfqanistanda tikdiyi su elektrik stansiyasına axırdı. Sərv ağacları və Əfqanların qışda istirahət yeri olan şəkər qamışı sahələri ilə məşhur olan Cəlalabada gedərkən, baba dəfələrlə maşını ta zirvəyə qədər sürmüşdü. Mən yük yerindən aşağı hoppanıb, yol kənarındakı tozlu qum təpəciyinə tərəf getdim. Ağzım yenə seliklə dolu idi. Bu indi gələcək öyümənin işarəsi idi. Əlimi diz qapaqlarının üstünə qoydum. Əyilib qusmağımı gözləyirdim. Hardasa budaq şaqqıldadı, bir başqa tərəfdə bayquş uladı. Yumuşaq, soyuq külək budaqların arasından çıtırtı ilə sivişib, yoxuşdakı kolları xışıldadırdı. Aşağıda isə düzənliyə çırpılan suyun boğuq şırıltısı eşidilirdi. Yolun qırağında dayanıb bütün ömrümü keçirdiyim evdən necə çıxmağımızı düşündüm. Sanki bir neçə dəqiqəlik çıxmışdıq. Bulaşıq qablar mətbəxdə, çirkli paltarlar koridordakı səbətdə, yataqlar yığılmamış. Babanın kostyumları şkafda asılmışdı. İpək qobelinlər hələ də qonaq otağının divarlarında, anamın kitabları hələ də babanın kabinetinin rəflərində idi. Buradan kiminsə köçdüyünü anlamaq çox çətin idi. Anamla atamın toy şəkli və babamla Kral Nadir Şahın öldürülmüş mağaranın cəsədi üzərində çəkdirdiyi bozarmış foto ortalıqda yox idi. Rəhim xanım mənə bağışladığı dəri üzlüklü dəftərçə də yoxa çıxan işıqlardandı. Səhər bizim 15 ildə dəyişdiyimiz 7-ci qulluqçu Cəlaləddin elə biləcəkdi ki, biz gəzməyə ya da maşınla gəzintiyə çıxmışıq.
Ona heç nə deməmişdik. Kabildə artıq heç kimə etibar yox idi. Adamlar bir-birini, qonşu-qonşunu, oğul atasını, qardaş-qardaşı, qulluqçu ağasını ya pula, ya da qorxudan satırdı. 13 yaşım tamam olanda ziyafətdə akordeon çalan Əhməd Zahir yadıma düşdü. O da dostları ilə gəzməyə çıxmış, sonra başının arxasından güllə vurmuş, cəsədi yol qırağında tapılmışdı. Hər yer rəfiqlərlə, yoldaşlarla dolu idi. Onlar Kabili iki yerə, çuğulluq edənləri və etməyənləri bölmüşdülər. Ən dəhşətlisi o idi ki, heç kimin hansı cinahda olduğu bilinmirdi. Kostyum üçün ölçü götürən dərzinin yanında deyilmiş adi bir söz adamı Pulet Çərxi həbsxanasına saldıra bilərdi. Qəssabın yanında fövqəladə vəziyyətdən şikayət edən bir də görərdi ki, barmaqlıqlar arxasında ona yönəlmiş Kalaşnikovun ucuna baxır. Hətta evlərində də adamlar nə dediklərini düşünmək məcburiyyətində idilər. Rəfiqlər məktəbin də içinə girmişdilər. Uşaqlara valideynlərini izləməyi, onlardan çuğulluq etməyi, nəyə qulaq asıb kimə xəbər verəcəklərini öyrədirdilər. Gecənin bir aləmi bu yolun ortasında nə işim vardı? Mən indi yataqda, səhifələrinin ucu küçük qulağı kimi qatlanmış kitabımla yorğan altında olmalıydım. Bu yəqin ki, yuxu idi. Yuxu olmalıydı. Sabah səhər mən oyanıb pəncərədən baxanda nə acıqlı rus əskərlərinin yollarda bir keşik çəkməsini, nə şəhərimi yuxarı aşağı ölçən tankları, nə onların ittiham edən şəhadət barmağı kimi uzanan lülələrini, nə rubullarını, nə fövqəladə vəziyyəti, nə də rus ordusunun bazarlarının içində fırlanan maşınlarını görəcəkdim. Sonra arxada siqaret çəkən baba ilə Kərimin Cəlabaddakı hazırlıqlarla bağlı söhbət etdiyini eşitdim. Kərim babanı əmin etməyə çalışırdı ki, qardaşının əla keyfiyyətli yüksək səviyyədə maşını var və peşəvər yolu nisbətən daha sadə keçəcək. O, qardaşım o yolu gözü bağlı da keçər deyirdi. Sonra Kərimin və qardaşının keçid məntəqələrində işləyən rus və əfqan əskərlərini tanıdığını, hər iki tərəfi qane edən sövdələşmə qurduqlarını eşitdim. Bu, yuxu deyildi. Sanki işarə gözdəyirmiş kimi birdən-birə başımızın üstündə MiG vertolyotu peyda oldu. Kərim siqareti söndürüb, belindəki tapancanı çıxardı. Silahı göyə qaldırıb bir neçə dəfə atırmış kimi işarə elədi. Sonra vertolyot tərəfə tüpürüb söyüş söydü. Həsənin harda olduğunu düşündüm. Sonra da qaçılmaz olan baş verdi. Mən alağın üstünə qusduqca öyüməm və zarıltım MiG-in qulaq batıran gürültüsündə eşidilməz oldu. 20 dəqiqə sonra biz Mahibər yoxlama məntəqəsində idik. Sürücümüz maşını buraxıb yerə hoppandı və yaxınlaşan səsləri doğru getdi. Çıngılda yeriyən ayaq səsləri gəldi. Bir neçə qısa söz deyib sustular. Alışqın çaqqıltısı eşidildi. Spasiba deyildi. Alışqın bir dəfə də yandırıldı. Kimsə güldü və cır səssiz qaqqıldıdan dik atıldım. Baba əli ilə belimdən yapışıb məni yerimə oturtdu. Gülən adam mahnı oxumağa başladı. Köhnə əfqan toy mahnısı qatı rus ləhcəsi ilə. Özü də xarici oxunurdu. Ahəstə boru, mahəmən, ahəstə boru. Yavaş yeri mənim ayparam, yavaş yeri. Asfaltda çəkmə dabanlarının səsi eşidildi. Kimsə yük maşınının arxasında sallanan brezenti qaldırdı və içəri 3 baş, Kərim və 2 əskərin başı soxuldu. Biri əfqan idi. Buldoqu xatırladan rus əskəri isə İrişən dodaqların küncündə siqaret sallanırdı. Kərimlə əfqan əskər puşdu, dilində nəsə danışırdılar. Qulağıma çatanlardan anladım ki, onlar Tur və onun qara bəxti haqqında nəsə danışırdılar. Rus əskər başını yük yerinin içərisinə saldı. O zümzümə etdiyi toy marşının ritmini barmaqları ilə yük yerinin qapısını döyəcəkirdi. Ayın tutqun işığında da sərnişinlərin bir-bir süzən əskərin yağlı baxışlarını görə bilmişdim. Soyuq olmasına baxmayaraq qaşlarının üstündən tərs süzülürdü. Gözləri qara şala bürünmüş gənc qadının üzərində dayandı. Gözlərini qadından çəkmədən Kərimə rusca nəsə dedi. Kərim rusca qısa cavab verdi və rus ondan da qısa bir cavab eşitdi. Əfqan əskərdə yavaş, məntiqli səslə nəsə dedi. Amma rus əskərin qışqırtısından ikisi də diksindi. Yanımda babanın gərildiyini hiss etdim. Kərim boğazını arıtladı, başını aşağı saldı. Dedi ki, rus əskər maşındakı qadınla yarım saat keçirmək istəyir. Gənc qadın şalını üzünə salıb ağlamağa başladı. Ərinin qucağında oturmuş uşaq da ona qoşuldu. Ərinin avazyan siması göydə süzən ay rəngində idi.
O Kərimə dedi ki, cənab əskər sahibdən biraz mərhəmətli olmasını xahiş etsin. Bəlkə onun da bacısı ya anası var. Bəlkə hələ arvadı da var idi. Rus Kərimin dediklərini qulaq asıb it hürüşünə bənzər səslə cavab verdi. Bizə keçid verməsinin müqabilində bunu istəyir, deyən Kərim, arvadın ərinin gözünün içinə baxmaqdan yayınırdı. Axı biz artıq bunun qiymətini ödəmişik. Ona yaxşı pul ödənib. Kərimlə Rus əskər nəsə danışdılar. Sonra o yenə bizə döndü. O deyir ki, hər qiymətin əlavə dəyər vergisi də olur. Bu yerdə baba ayağa qalxdı. Mən onun ayağından tutub saxlamağa çalışdım, amma baba əlimi itələyib durdu. O ayaq üstə duranda ayın qabağını kəsdi. Bu adamdan dediklərimi soruşmanı istəyirəm. Baba bu sözləri Kərimə desə də Rus zabitin üzünə baxırdı. Soruş, onun abır həyası hardadır? Onlar nəsə danışdılar. Deyirdi ki, müharibədir. Müharibədə abır həya olmur. Ona de ki, o haqlı deyil. Müharibə adamın ləyaqətini yox eləmir. Əksinə, müharibə vaxtı ləyaqətə dinc vaxtdan daha çox ehtiyac var. Doğrudanmı hər zaman qəhrəman olmalısan? Ürəyim uçuna düşünürdüm ki, görəsən niyə bir dəfə hər şey olduğu kimi buraxa bilməz? Amma bilirdim ki, bacarmaz. Təbiətində yoxdur. Problem bundan ibarət idi ki, onun təbiəti bizim hamımızı öldürə bilərdi. Rus əskərinin gülüşdən dodağı əyildi. Kərimə nəsə dedi. Ağa sahib, Kərim dedi. Ruslar bizim kimi deyirlər. Onlar namus, hörmət nədir anlamırlar. O nə dedi? O dedi ki, güllə sizin içinizə girəndə o da... Kərim cümləni tamamlamadı. Amma başı ilə əskərin göz düşən qadına tərəf işarə elədi. Əskər bitməmiş siqaretini atıb tapancasını çıxartdı. Baba da burada öləcək deyə düşündüm. Demək bu belə baş verəcəkmiş. Beynimdə məktəbdə öyrəndiyim duanı təkrarlamağa başladım. Ona de ki, mən ləyaqətsiz hərəkətə imkan verməkdənsə, min belə güllə almağa hazıram. Baba dedi. 6 il əvvəlki qış günü yadıma düşdü. Həmin dağanın arxasından baxmağımı xatırladım. Kamal ilə Vəlinin Həsəni tutmasını, Asfinyan əzəlilərinin gərilib açılmasını, irəli geri hərəkət etməsini. Mənim qəhrəmanlığım ancaq çərpilən gücün narahat olmaqdan ibarət idi. Bəzən mən də düşüb edirdim ki, babanın oğluyam. Buldog sifətli Rus tapancanı qaldırdı. Baba, xahiş edirəm otur, deyə onun pencəyinin qolundan dartdım. Məncə o doğrudan da səni gülləmək istəyir. Baba əlimi hirslə itələdi. Səni heç nə öyrətməmişəm mən, deyə qışqırıb irişən əskərə tərəf çevrildi. Ona de ki, məni birinci güllə ilə öldürsə yaxşıdır. Çünki yıxılmasam o lənətə gəlmişi parça-parça eləyəcəyim. Rus əskər tərcüməyə qulaq asanda da irişən sifətindəki ifadə dəyişmədi. Tapancasının qoruyucu düyməsini bastı. Silahı babanın sinəsinə yönəltdi. Ürəyim ağzıma gəlmişdi. Üzümü əllərimin içinə aldım. Ateş açıldı. Bitdi deməli. Mənim 18 yaşım var və mən tək qalmışam. Heç kimim qalmayıb. Baba ölüb və mən onu bastırmalıyam. Onu harda bastırıb sonra hara gedəcəkdim? Amma gözlərimi açanda başımdakı yarımçıq düşüncələrim burulğanı qırıldı. Baba hələ də ayaq üstə idi. Çöldə 2 Rus zabit də dayanmışdı. Onun yuxarı qaldırdığı tapancasının lüləsindən üstü hələ də burulurdu. Babanı öldürmək istəyən əskər artıq tapancasını qoburuna qoymuşdu. Bir ayağını götürüb, o birini qoyurdu. Mən heç vaxt bu qədər həyəcanlanmamışdım. Eyni zamanda həm ağlamaq, həm gülmək istəyirdim. Çal saçlı və ağır duruşlu 2-ci Rus zabit pozuq farsça danışırdı. O yoldaşının davranışına görə üzr istədi. Rusiya onları buraya sadəcə döyüşmək üçün göndərir. Amma onlar uşaqdılar və bura gələndə narkotikin təsirindən bihuş olurlar. O gənc zabitə özünü pis aparan oğluna görə qəzəblənmiş ata kimi kədərlə baxıb sözünə davam etdi. Bu artıq narkotika qurşanıb. Onu dayandırmağa çalışacağım, deyib bizimlə sağollaşdı. Bir neçə dəqiqə sonra artıq oradan uzaqlaşırdıq. Mən gülüş, sonrası birinci əskərin dili dolaşa-dolaşa köhnə toy mahnısını oxumağını səs eşitdim. 15 dəqiqə sükut içində getdikdən sonra gənc qadının əri birdən ayağa qalxıb, indiyə kimi bir çox adamın mənim gözlərimin qarşısında etdiyi hərəkət etdi. Babanın əlini öpdü. Turun qara bəxti.
Mənim Mahibərdə adamların danışığından eşitdiyim sözlər bu deyildimi? Biz Cəlilabada gün batmamışdan bir saat əvvəl gəlib çatdıq. Kərim tələsik bizi yük maşınından düşürdü. Balaca evlər, akasiya ağacları və qapalı dükanlarla dolu iki palçıqlı yolun kəsməsindəki bir mərtəbəli evə soxdu. Əşyalarımızı çəkib evə girəndə kəsən şaxtadan qorunmaq üçün paltomun yaxalığına qaldırdım. Niyəsə yadımda evin içində turp iyi gəldiyi qalıb. Tüstü basmış, demək olar ki, heç bir əşyası olmayan qonaq otağına girəndən sonra Kərim çöl qapını bağladı. Əski çıxardı, pərdə əvəzinə pəncərələri qapadı. Sonra dərindən nəfəs alıb bizə pis xəbəri çatdırdı. Onun qardaşı Tur bizi peşəvərə apara bilməyəcəkmiş. Deyəsən bir həftə əvvəl yük maşınının mühərriki partlayıbmış, Tur isə hələ də onun ehtiyat hissələrinin gətirilməsini gözləyirdi. Nə? Keçən həftə? Kimsə qışqırdı. Bunu bilirdinizsə bizi niyə bura gətirdiniz? Gözümün qırağı ilə baba olan küncdə bir hərəkət gördüm. Sonra otağın o biri başından o başına ildırım sürətli hərəkət və Kərim artıq ayaqları yerdən üzülmüş, divara sıxılmışdı. Babanın barmaqları onun boğazına dolanmışdı. Mən deyim də niyə? Qışqırdı. Baba qışqırdı. Çünki yolun özünə aid hissəsi üçün pul alacaqdı. Ona lazım olan da ancaq bu idi. Kərim boğula-boğula udqunmağa çalışdı. Tüpürcəyi ağzının kənarından süzülüb axdı. Sərnişinlərdən biri, ağa, onu yerə qoy öldürərsən, dedi. Elə mən də bunu eləmək istəyirəm, dedi baba. Otaqdakılar hələ anlamamışdılar ki, baba zarafat eləmir. Kərim qıpqırmızı qızarmış ayaqları ilə təpik yatırdı. Rus əskərin gözü düşən gənc ana yalvarmağa başlayana qədər baba onu boğmaqda davam etdi. Baba nəhayət ki, onu buraxanda Kərim yıxılıb acgözlüklə hava almağa başladı. Otağa sakitlik çöktü. 2 saat əvvəl baba tanımadığı bir qadının namusunu qorumaq üçün güllə almağa hazır idi. İndi isə bir adam az qala boğmuşdu və yenə də həmin qadının yalvarışları olmasaydı adamı məmnuniyyətlə öldürəcəkdi. Yaxınlıqdan səs gəldi. Əslində yaxın yer ayağımızın altında idi. Bu nədir? Kimsə soruşdu. Başqaları. Hələ də nəfəsini almağa çətinlik çəkin Kərim dedi. Zirzəmidəkilər. Nə qədər vaxtı gözləyirlər? Kərim başı üstündə dayanan baba soruşdu. 2 həftədir. Bəs sən axı deyirdin yük maşını keçən həftə xarab olub? Kərim boğazını qaşıyalaraq, ola bilsin ondan 2 həftə, əvvəlki 2 həftə idi, deyə mızıldandı. Nə qədər? Nə qədər? Ehtiyat hissələrini nə qədər gözləmək lazım gələcək? Baba bağırdı. Kərim diksindi. Amma cavab vermədi. Yaxşı ki, otaq qaranlıq idi. Mən babanın sifətində qatil ifadəsi görmək istəmirdim. Kərim zirzəminin qapısını açanda kifsimiş rütubət burun pələklərinə dəyənək kimi dəydi. Cırıldayan pillələrlə bir aşağı indik. Babanın ağırlığı altında pillələr əyildi. Soyuq zirzəmində dayananda qaranlıqda parıldayan gözlərin bizə dikildiyini hiss etdim. Hər tərəfdə büzüşmüş adam fiqurları görünür. Otaqdakı 2 kərəsin lampasının tutqun işığı onların kölgələrini divara salırdı. Zirzəminin hər tərəfindən gələn pıçıltının altında suyun yeknəksək damcılaması, hərdən başqa bir səs, qaşınma səsindən eşidilməz olurdu. Baba arxamda köks ötürdü və çamadanları yerə qoydu. Kərim bizə dedi ki, yük maşınının təmiri 2 gündən artıq çəkməz. Sonra biz peşəvərə, azadlığa, təhlükəsizliyə doğru yol alacaqdıq. Gözlərim qaranlığa alışanda zirzəmdə onları saydım. 30'a yaxın qaçqın vardı. Biz divarın dibində çiyin-çiyinə oturmuşduq. O günlərdə yediyimiz xurma, çörək, suxarı, alma idi. İlk gecə bütün kişilər birgə namaz qıldı. Qaçqınlardan biri babadan niyə onlara qoşulmadığını soruşdu. Bizi Allah xilas edəcək. Niyə ona dua eləmirsiniz? Baba burnuna tütün qoyub nəfəsini içəri çəkdi. Ayaqlarını uzatdı. Bizi 8 silindir və yaxşı karbürator xilas edəcək. Bununla da Allah mövzusunun müzakirəsinə son qoyuldu. O ilk gecə mən onu da bildim ki, bizimlə gizlənənlər arasında Kamal və onun atası da vardı. Kamalı həmin zirzəmdə məndən cəmi bir neçə addım aralıda görmək şok idi. Amma onunla atası otağın biz olan tərəfinə keçəndə mən Kamalın sifətini gördüm. Bu həqiqətən də o idi. O sönmüşdü. Bunu başqa bir sözlə ifadə etmək çox çətin idi. Onun baxışı heç nə ifadə etmirdi. Məni tanıdığı zərrə qədər də sezilmirdi.
Onun çiyinləri bükülmüş, yanaqları isə elə sallanmışdı ki, elə bil üzünün dərisinin almacıq sümüyünə pərçimlənməyə taqəti qalmamışdı. Kabildə kinoteatr sahibi olan atası babaya danışırdı ki, 3 ay əvvəl məbəddə olanda təsadüfi güllə onun arvadına dəyib öldürmüşdü. Sonra isə o babaya Kamal haqqında danışdı. Mən söhbətdən yalnız bir neçə söz eşidə bildim. Onu tək buraxmalı deyilmiş, o çox gözəl uşaqdır, bilirsinizmi? Onlar 4 nəfər idilər. Aman Allah, onlar onu qana axa-axa yerdə qalmışdı. Şalvarı o vaxtdan danışmır, eləcə baxır. Yük maşını olmayacaqmış. Kərim bunu biz Sıçovun yatağı olan zirzəmində bir həftə qaldıqdan sonra dedi. Maşının təmiri mümkün değildi. Başqa imkan var. Kərim narazı sədaların içindən səsini uzatdı. Əmioğlusunun yanacaq daşıyan maşını varmış və bir neçə dəfə həmin maşında adam qaçırıbmış. O burada Cəlilabadda idi və güman ki, hamını tuta bilərdi. Yaşlılardan başqa hamı getməyə razılıq verdi. Biz, baba ilə mən, Kamal və atası, başqaları həmin axşam yola çıxdıq. Kərimin kvadrat sifətli, keçərləşməyə başlayan əmioğlusu Əziz bizə yanacaq sisterinin içində dolaşmağa kömək etdi. Bir maşının arxasından nərdivanla çıxıb sisterinin içinə sürüşürdük. Baba nərdivanda yarıya qədər yuxarı çıxandan sonra geriyə hoppanıb butonun qutusunun cibindən çıxartdı. Qutunu boşaldıb palçıqlı yoldan bir ovuc torpaq götürdü. Əlindəki palçıqlı torpağı öpüb qutuya tökdü. Sonra isə qutunu döş cibinə yerləşdirdi. Ürəyinin başına. Vahimə, ağzını açırsan, elə geniş açırsan ki, çənən şaqqıldayır. Ağciyərlərinə əmr edirsən ki, nəfəs alsınlar, indi. Bu dəqiqə nəfəsə ehtiyacım var. Amma nəfəs yolların sözünə baxmır. Onlar işləmir. Sıxılır, daralır və birdən-birə nəfəs yolun qamışın dəliyi kimi daralır. Ağzın yumulur, dodaqların büzülür və indi xırıldamaqdan başqa əlindən bir şey gəlmir. Qolların qıvrılır, əllərin əsir, soyuq tərseli səni basır. Başdan ayağı su içindəsən. Qışqırmaq istəyirsən, bacarsan qışqırarsan əlbəttə ki. Amma qışqırmaq üçün nəfəs almaq lazım idi. Vahimə, zirzəmi qaranlıq idi. Yanacaq sisterinin içi isə qapqara idi. Mən sağa, sola, yuxarı, aşağı baxırdım. Əlimi gözümün qabağında yellətdim. Amma zərrə qədər də hərəkət görmədim. Gözümü qırpdım, yenə qırpdım. Heç nə yox idi. Hava havaya bənzəmirdi, çox qatı, az qala bərk idi. Hava bərk olmamalıydı axı. Mən əlimlə havanı tutub onu xırda hissəciklərə bölmək, sonra da nəfəs yollarıma doldurmaq istəyirdim. Bir də ki, benzin iyi. Gözlərim benzin buxarından acışırdı. Sanki kimsə mənim göz qapaqlarımı geri çəkmiş, gözümə limon sürtmüşdü. Hər nəfəs alanda burnum yanırdı. Düşündüm ki, belə yerdə adam ölə bilər. Qışqırmağım gəlirdi. Gəlirdi. Sonra isə balaca bir möcüzə. Baba mənim paltarımın qolundan çəkdi və qaranlıqda yaşıl parıltı peyda oldu. İşıq. Babanın qol saati idi. Mən gözlərimi fluoresant işığına boyanmış yaşıl əllərdən çəkə bilmirdim. Onları gözdən itirməkdən belə qorxurdum ki, gözümü də qırpmırdım. Yavaş-yavaş ətrafımda nə baş verdiyini anlamağa başladım. Zarıltı və pıçıltıya oxşayan dua səsləri gəlirdi. Uşağın ağlamasını, anasının onu sakitcə ovundurmasını eşitdim. Kimsə gəldi, bir başqası şurəviyə qarxış elədi. Maşın sağdan sola yırğalandı, sonra isə yuxarı aşağı atıb tutdu. Başların metala dəyməsi eşidilirdi. Yaxşı bir şey haqqında fikirləş, baba qulağıma pıçıldadı. Xoşbəxt bir şey haqqında. Yaxşı bir şey, xoşbəxt bir şey. Beynimdə axtarmağa başladım. Sonra bu gəldi. Pağmanda cümə gününün axşamıdır. Açıq çəmənlikdə bir neçə tut ağacı çiçəyi açıb. Həsənlə mən topuğumuza qədər çıxan otluqda dayanmışıq. Mən ipi dartıram, Həsənin yaralı əllərində tutduğu kələf açılır. Gözlərimiz göydə yüzsən çərpələngə dikilib. Bir kəlmə də danışmırıq. Ona görə yox ki, bir-birimizə deməyə sözümüz yoxdur. Sadəcə sözə ehtiyac yoxdur. Bir-birinin ilk uşaqlıq xatirəsi olan bir döşdən südənmiş adamlar arasında belə olur. Mehotu tərpədir və Həsən yumağı fırladır. Çərpələng fırlanır, dalır, sonra yenə dikəlir. Bizim cüt gölgəmiz ləpələnən otun üstündə rəqs edir. Çəmənliyin o başındakı alçaq kərpiç divarın arxasında
Gülüş və danışıq səsləri, fəvvarə şırıltısı gəlir. Bir də musiqi, köhnə və tanış bir musiqi eşidilir. Deyəsən rübabdan çalınan ya mövladır. Divarın arxasından bizi tortla çay içməyə çağırırlar. Bunun hansı ayda, hətta hansı ildə olduğumu xatırlamırdım. Sadəcə bu xatirənin içimdə yaşayan xoş keçmişimin sanki möhkəm qılaflanmış bir parçası. Boz, darıxdırıcı bir kətan parçasına bənzəyən indimizə keçmişdən atılan bir rəng idi. Bu səfərin qalan hissəsindən yaddaşımda əsasən qoxu və səslərdən ibarət xatirə töküntüləri qalıb. Başımızın üzərində nərəlti ilə uçub keçən miqlər, pulemyot atəşinin stakattosu, yaxınlıqda anqıran eşşək, zınqırovların cingiltisi və qoyun mələməsi maşının təkərləri altında xırıldayan çaylaq daşı, qaranlıqda uşaq ağlaması, benzin qusuntu və nəcis qoxusu. Bundan sonra sisterlə dırmanıb çıxarkən gözümüzü qamaşdırıb kör edən səhər günəşini xatırlayıram. Gözümü qıyıb üzü yuxarı baxmağım, sanki indi yer üzündə hava bitəcəkmiş kimi açıq gözlüklə havanı içmə çəkməyim yadımdadır. Mən palçıqlı yolun kənarında, uçurumun başında yerə uzanıb boz səhər günəşinə baxır. Hava, işıq və həyatda olmağıma görə minnətdarlıq hissi keçirirdim. Biz Pakistandayıq, əmir, baba dedi. Başımın üstündə dayanmışdı. Kərim deyir ki, o bizi peşəvərə aparmaq üçün avtobus çağırıb. Soyuq palçığın üstündə üzüm üstə çevrildim. Gözümün qarşısında babanın ayaqları, onların da iki yanında bizim çamadanlarımız vardı. Babanın ayaqlarının arasındakı üç bucaqdan yolun kənarında dayanan maşın, onun arxasında qalxan o biri qaçqınlar görünürdü. Daha uzaqda palçıq yol burularaq boz səma altında bənövşəyə döşəyağına bənzəyən çöllüyə açılır və çevrilmiş qazanı xatırladan təpələrin arxasında yox olur. Təpənin gündən yanmış yoxuşunda balaca bir kənd yerləşir. Yenə də çamadanlara baxdım. Babanın halını acıdım. Bütün ömrü boyu tikib, qurub, yaratdıqlarından apardığı mübarizə, qazandığı nailiyyətlər, etdiyi xəyallardan sonra həyatının nəticəsi bu idi. Onu daim məyus edən oğul, bir də ki çamadan. Kimsə qışqırırdı. Yox, bu qışqırıq deyildi, hönkürtü idi. Səs gələn yerdə sərnişinlər yığışıb nəsə danışırdılar. Kiminsə benzin buxarı deməsini eşitdim. Bir başqası eyni sözü təkrarladı. Hönkürtü artıq boğaz yırtan bağırtıya çevrilmişdi. Baba ilə mən yığışıb nəyəsə tamaşa edənləri tərəf qaçdıq və onların arasından irəli keçdik. Kamalın atası adamların arasına bardaş qurub, əyilib qalxır, oğlunun kül rəngli üzündən öpürdü. Nəfəs almır, mənim balam nəfəs almır, deyə qışqırırdı. Kamalın həyat işarəsi verməyən bədəni atasının dizi üstündə idi. Sağ əli cansız və açıq halda atasının hərəkətlərinin ritminə uyğun titrəyirdi. Oğlum almır, nəfəs almır oğlum. Allahım onu köməklə nəfəs alsın. Baba dizini yerə qoyub qolunu onun çiyninə saldı. Amma Kamalın atası onu itələyib əmisi oğlunun yanında dayanan Kərimə tərəf atıldı. Bundan sonra baş verenlər elə qısa və sürətli idi ki, buna əlbəyaxıda dava da demək olmazdı. Kərim birdən ona olan hücumun gözlənilməzliyindən qışqırıb geri atlandı. Sonra kimsə qol atdı, kimsə təpik və bir dəqiqə sonra Kərimin silahı Kamalın atasının əlində idi. Öldürmə məni, Kərim qışqırdı. Amma heç kim heç nə söz deməyə, nə də nə isə eləməyə məcal tapdı. Kamalın atası tapancanı ağzına dirəyib atəş açdı. Bu atəşin əks sadası heç vaxt yadından çıxmayacaq. Onun işığı və qırmızı damcılardı. Mən yenə iki qat olub yol kənarında quru-quru öyməyə başladım.